Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər və riyaziyyat sevərlər. Bu gün ötən videoda paylaşmış olduğumuz sualın həllinə baxacağıq. Gəlin həll yolunu daha aydın görmək üçün şəkil üzərində bəzi xəttlər çəkək. Bizə lazım olan xəttləri çəkib bitirdik. İndi isə həll etməyə başlayaq. Deməli, kiçik çevrənin diametri 10 sm, radiusu 5 sm-dir. Və onun xaricdə çəkilmiş kvadratın tərəfinin yarısı da radiusa bərabərdir. Deməli, 5 sm, 5 sm. Daha sonra görürük ki, vətər diametrə perpendikulyardır. Deməli, vətər 2 bərabər hissəyə bölünüb. Y qeyd edirəm. Sonra aşağı düşürəm. Görürəm ki, ümumi 18 sm, böyük çevrənin diametri 16 sm, deməli, bu kiçik hissə 2 sm. Bura 2-dir, burada 2-dir. Və geri qalan hissə 10-8 sm. Və burada mən y tapa bilərəm. Y-in kvadratı bərabərdir 2 vur 8-ə. Buradan y bərabərdir 4. Deməli, bura oldu 4. Baxın, buradan bura qədər olan hissə 4. Və buradan bura qədər olan hissə də 5 idi. Yəni, ümumi neçə olacaq? 4 plus 5, yəni 9 sm. Aşağı hissə də 16 sm idi. Deməli, x nəyə bərabər olacaq? 16 plus 9 bərabərdir 25-ə.